Salam, gəlin bugün birlikdə ingilis dilində ən sadə, amma ən vacib dialoqu qurmağı öyrərək. Yəni, kimdənsə necəsən soruşmaq və buna cavab vermək. Hazırsınızsa, gəlin ilk addımlarımızı ataq. Deməli, əsas sualımız budur. Təsəvvür edin ki, ingiliscə danışan biri ilə qarşılaşmısınız, onun vəziyyətini, halını, əhvalını soruşmaq üçün nə deməlisiniz? Gəlin bunun cavabını addım-addım tapaq. Yaxşı, birbaşa necəsən sualına keçməzdən əvvəl, gəlin biraz daha konkret suallarla başlayaq. Məsələn, kiminsə hisslərini soruşmaq həm dilinizi öyrəşdirmək üçün, həm də başlanğıc üçün əla bir məşqdir. İlk ifadəmiz çox pozitivdir. Are you happy? Gəlin mənimlə birlikdə tələffüz eləməyə çalışın. Baxın, ortadakı yazı tələffüz üçün sizə kömək edəcək. Are you happy? Bir daha. Are you happy? Gördünüz, çox asandır. Ən yaxşı tərəfi də bilirsiniz nədir? Eyni sual quruluşunu başqa hisslər üçün də istifadə edə bilərsiniz. Sadəcə sondakı sözü dəyişmək kifayətdir. Məsələn, are you sad? Tələffüzü necə olacaq? Are you sad? Yəni, qəmginsən? Və ya are you sick? Are you sick? Xəstəsən? Deməli, bir quruluşla artıq 3 fərqli sual verməyə bacarırsınız. Super! Yaxşı, sual verməyi öyrəndik. İndi isə gəlin növbəti məntiqi addıma keçək. Bu suallara necə cavab vermək olar? Əgər cavabınız bəlidirsə, o zaman deyirsiniz yes, I am. Gəlin tələffüzünə baxaq. Yes, I am. Bu, razılaşdığınızı göstərən qısa, dəqiq və doğru cavabdır. Bəs cavabınız xeyir olsa necə? O zaman belə deyirik. No, I am not. Tələffüz edək. No, I am not. Diqqət yetirin. Sondakı o balaca not sözü var ha, bütün mənanı dəyişən məhz odur. Baxın, müsbət və mənfi cavablar arasındakı yeganə fərq məhz bu not sözüdür. Bu qədər sadə, amma çox vacib bir fərqdir. Bunu yadda saxlamaq şərtdir. Belə, indi xüsusi hissləri soruşmaqdan keçirik daha ümumi bir suala. İngilis dilində demək olar ki, hər söhbətin başlanğıcında istifadə olunan o məşhur ifadəyə. Və budur o. İngilis dilinin bəlkə də qızıl qaydası. How are you? Bu yəqin ki, öyrənəcəyiniz ən vacib ifadə olacaq. Gəlin birlikdə tələffüz edək. How are you? Bunu mütləq yadda saxlayın, çünki istənilən ingiliscə söhbət adətən məhz bu sualla başlayır. Sualı verdik, əla. Bəs bu suala necə tam, nəzakətli bir cavab verib söhbəti davam etdirmək olar? Gəlin indi də bununla məşğul olaq. How are you? Sualına verilən ən standart, ən nəzakətli cavab budur. I am fine. Thank you. Tələffüzü belədir. I am fine, thank you. Fikir verin, siz burada təkcə yaxşıyam demirsiniz. Thank you əlavə edərək qarşı tərəfə diqqətinə görə təşəkkür edirsiniz. Bu çox önəmlidir. Cavabı verdik, amma söhbəti burada bitirmirik, hə? Ən vacib məqamlardan biri gəlir. Bu balaca, amma çox güclü ifadə. And you? Tələffüzü də çox asan. And you. Bu, bəs sən necəsən deməkdir və qarşı tərəfə maraq göstərdiyinizi, nəzakətli olduğunuzu bildirir. Dialoqu canlı saxlayan məhz budur. Bəs kimsə sizdən and you soruşanda nə cavab verməlisiniz? Adətən bu cavab verilir. I am fine too. Tələffüz edək. I am fine too. Sondakı to sözü bizdəki da şəkilçisi kimidir, yəni mən də mənasını verir. Yaxşı, indi gəlin öyrəndiyimiz bütün bu xırda hissəcikləri bir yerə yığaq. Görək tam bir dialoq necə səslənir. Və budur, mükəmməl bir mini dialoq. Baxın, necə axıcıdır. Birinci şəxs soruşur, how are you? İkinci şəxs nəzakətlə cavablayır və söhbəti geri qaytarır. I am fine, thank you. And you? Və birinci şəxs də cavabı tamamlayır. I am fine too. Gördünüz, bütün öyrəndiklərimiz bir-birinə necə də gözəl calandı. Beləliklə, artıq ingilis dilində sadə bir dialoq qurmaq üçün bütün alətlər əlinizdədir. İndi isə ən vacib sual. Bugün öyrəndiyiniz bu ifadələri kiminləsə məşq etməyə hazırsınız? Unutmayın, dil istifadə etdikcə daha da yaxşı öyrənilir. Gedin və kiminləsə danışın.